Salam əziz şagirdlər və valideynlər, Parlaq Beyin kanalıma xoş gəlmisiniz. Bugünkü videomuz 5-ci sinif riyaziyyat dərsliyindən natural ədədlərin vurulması və bölünməsi və onların müəyyən xassələri vardır ki, onları sizinlə birlikdə keçəcəyik və tapşırıqları işləyəcəyik. İlk öncə onu qeyd edim ki, onlayn dərslərə qoşulmaq istəsəz bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. 077 596 66 59. Həm qrup, həm də fərdi şəklində onlayn hazırlıqları mən tədris edirəm. İndi isə gəlin baxaq görək natural ədədlərin vurulma xassələri hansılardır. Öyrənmə. Gəlin birinci araşdırma və müzakirəyə baxaq. Deyir 23 vur 10 hasilindən 1 çıxaram. 23 vur 9 deyir necə vurulur? 23 vurulsun. Mötərizə içərisində 10 vur 10 çıx 1. Aha. Sonra deyir 23 vur 10 hasilindən 23 çıxaram. 23 vur 10 hasilindən 10 çıxaram. Aha. Deyir 23 vur 10 hasilindən 1 çıxaram. Yəni 23 vur 9'u biz necə tapacağıq? Onu demək istəyir. 23 vur 10 hasilindən 1 çıxaram. Bu zaman 1 çıxanda biz 23'ü 9'a vuranda sonu 3 vur 9 7 ilə bitməlidir. Düzdür? 23'ü 10'a vururam. Eləyəcək 230. 1 çıxacam 229 qalır. Görürsünüz bu deyil. Sonra 23'ü deyir 10 hasilindən 23 çıxaram. Aha. Görək bu necə? 23'ü 10'a vurur. 230. 23 çıxanda qaldı 270. 30'dan 23 çıxanda 207. Görürsünüz sonu 7 ilə qutarır. Deməli, bu Lalənin dediyi fikir doğrudur. Həm də niyə 23 çıxır? Çünki uşaqlar vuruqlarından biri 23'dür. Yəni 23'ü 9 dəfə öz-özünə vuracaq. Vuruqlarından biri 23 olduğuna görə biz oradan bir vuruğu çıxacağıq. O yerdə qalacaq 9 dənə vuruğun hasili. Bir vuruğumuz da 23'dür. Ona görə də bu doğru variant. Yəni Lalənin dediyi fikir 23 vur 10 hasilindən 10 çıxaram. Bu xeyr, bu da səhvdir. Bu da səhvdir. Amma Lalənin dediyi fikir doğrudur. Sonra öyrənmə, vurma əməlinin xassələri. Gəlin baxaq görə hansı xassələr var. Sıfıra vurma. Ədədin 0 ilə hasili 0-a bərabərdir. Bəli, istənilən ədədlərin, istənilən dəyişənlərin, ifadələrin fərqi yoxdur. Sıfıra vuranda 0 cavab 0 eləyəcək. Yəni A vur 0 bərabərdir 0 vur A, o da bərabərdir 0-a. Bu birinci xassəmiz. Sonra vahidə vurma. Ədədin 1 ilə hasili ədədin özünə bərabərdir. Bəli, istənilən ədədi 1'ə vurduqda biz həmin ədədin özünə bərabər olacaq cavab. Yəni burada həm ədəd də ola bilər, həm də ki dəyişən ifadə də ola bilər. A vur 1 bərabərdir 1 vur A-ya, o da bərabərdir A-ya. Görürsünüz, yəni ədədin özünə bərabərdir. Sonra vuruqların yerləşmə xassəsi. Vuruqların yerini dəyişəndə hasil dəyişmir. Aha, yəni 3 vur 5 bu eləyir 15, düzdür? 5 vur, indi vuruqların yerini dəyiş. Birinci 5 yazdıq, sonra 3, 5 vur 3, bu da eləyəcək 15, 15, 15'ə bərabərdir. Yəni bu da yerdəşmə xassəsidir. Bu həmçinin toplama əməlində də var. Yəni toplananların yerini dəyişəndə cəm dəyişmir. Sonra qruplaşdırma xassəsi. 3 ədədin hasilini tapdıqda yanaşı vuruqları onların hasili ilə əvəz etmək olar. Aha, bu nə deməkdir? 2 vur 3 vur 5. Yəni istənilən vuruğu biz bir-birinə vurup sonra digərinə vura bilərik. Tax 2'ni 3'ə vururuq, sonra 5'ə vururuq. Və ya 2'ni 5'ə vururuq, sonra 3'ə vururuq. Görürsünüz? 2'ni vururuq 3 ilə 5'in hasilindən. Yəni yanaşı olmalıdır. Bunu demək istəyir. Tutaq ki, birinci A-nı saxlayırıq, sonra 3 ilə 5'i vururuq. Və yaxud da ki 2 ilə 3'ü saxlayırıq, sonra 5'ə vururuq. Görürsünüz? Yəni bura deyirik biz yer dəyişmə xassəsi. Yenə də hasil, daha doğrusu qruplaşdırma xassəsi, yenə də hasil eyni olacaqdır hər birində. Sonra nə deyir? Paylama xassəsi. Ədədlərin cəmi, ədədlə cəmin hasili bu ədədin hər bir toplanan hasillərin cəminə bərabərdir. Ədədlərin fərqinə hasili bu ədədin azalanla çıxılanla hasillərin fərqinə bərabərdir. Gəlin baxaq görək nə deməkdir. 5 vurulsun. Aha, biz buna bilirsiniz nə deyirdik? Paylama xassəsi. Buna mötərizəni vurub açmaq deyirik biz. Yəni 5 vurulsun, 2 üstəgəl 4. Bu nə deməkdir? Bu vuruğu, mötərizənin xaricində olan vuruğu, mötərizənin daxilində olan bütün ifadələrə, rəqəmlərə vurulmalıdır və mötərizə içində hansı əməl varsa, o da üzərinə gəlinməlidir. Yəni 5 vur 2, 5'i bir dəfə 2'yə vurduq, üstə gəlinsin, 5 vur 4, 5'i də bir dəfə 4'ə vuruq. Və biz bunu toplayacağıq. 5'i 2'yə vuruq 10, üzərinə 5 vur 4 gələcək. Yəni üstəgəl 20, bu da eləcək 30. Gördünüz uşaqlar. Biz buna deyirik mötərizəni vurub açmaq, vuruqlara vurularaq açılması.
Yəni A vurulsun, A-nı bir dəfə B-yə vururuq, sonra bir dəfə də C-yə vururuq. Üzr istəyirəm. İndi bunun fərqində də həmçinin eyni. Sadəcə çıxma olacaq. Bu nə deməkdir? 7-ni bir dəfə 10-a vururuq, 7 vurur 10. Yəni 10-a vuraraq biz mötərizədən azad etmiş oluruq ifadəni. 7 vurur 10 çıxılsın 7 vurur 3. Bu da edir 70 çıx 21. Bu da qalır 49. Yəni A vur B çıxılsın A vur C-yə. Görürsünüz? Aha, uşaqlar deməli vurmanın xassələri qısa olaraq sıfıra vurma var, vahidə vurma, yer dəyişmə, qruplaşdırma və paylama xassəsi. Gəlin tapşırıqlardan istifadə edək. Bir vurmanın xassələrindən istifadə etməklə hesablayın. Burada hansı xassəsindən istifadə edirik? Paylama xassəsindən. Görürsünüz? Gəlin 5 vur 14. Gəlin bunu işləyək biz. 5 vur 14. Bunu necə işləyəcəyik? 5 vurulsun. Mən 14-ü mötərizə içərisində 2 rəqəmin cəmi şəklində göstərəcəm. Yəni 10 üstəgəl 4 şəklində bərabərdir. 5-i bir dəfə 10-a vururam. Üstəgəl 5-i bir dəfə 4-ə vururam. 5 vur 4. Bərabərdir. 5-i 10-a vururam 50. 5-i 4-ə vururam 20. Və cəmi bizə verəcək 70. Digəri 4 vur 91. 4 vur 91 bərabərdir. 4-ü vuracağım. Mən 91-i 90 üstəgəl 1-in cəmi şəklində göstərəcəm. Burada fərq eləmək olar. Fərqli şəklində göstərmək olar. İndi gələn bu növbəti misallarda fərqini göstərərəm. 4-ü 90-a vuracağıq. 360 üstəgəl 4-ü 1-ə vuracağıq. 4 bərabərdir. 364. Sonra 420 vur 3. 420 vur 3 bərabərdir. Mən burada nə edirəm? 3-ü parçalaya da bilərəm və yaxud da ki, mən 3 vurulsun 420 şəklində yazacağım. 3 vurulsun 420, bu da bərabərdir. 3 vurulsun 400 üstəgəl 20-yə. 3-ü 400-ə vuracağım 1200, 3-ü 20 vuracağım üstəgəl 60. Bu da eləcək 1260. Bərabərdir 1260. Mən 420-ni 3-ə vuranda eləcə 1260. Sonra 5 vur 857. Gəlin, bunu mən istəyirəm fərqli şəklində göstərim. 5 vurulsun 857. Bərabərdir 5 vurulsun. Mən 857-ni belə göstərmək istəyirəm. Altdan yazım. 900 belə deyim, 860 çıxılsın 3 şəklində göstərmək istəyirəm. Yəni 860 çıx 3. Bu bizə verdi 857. Düzdür, ikisi də eyni şeyə gəldi, çıxdı. Sonra 5-i vururam 860-a. Bu eləcək 5-i 800-ə vururam. Gəlin birinci vuraq. 865-ə vuraq. 0, 30 yazı 3 yaddan. 43, 4300. Baxaq. Görürsünüz 865-ə vurdum, elə də 4300. Çıxılsın 5 vur 3, yəni 15. Bu da bərabərdir 4285-ə. Deməli 5-i 857 vuranda aldım 4285. Sonra 17 vur 1200. 17 vur 1200. Bərabərdir. Mən belə deyəcəm 17 vurulsun. 1200-ü parçalayıram. 1000-lə 200-ün cəmi şəklində göstərirəm. Bərabərdir. 17-ni 1000-ə vururam birinci. Eləcək 17000 üstəgəl. Sonra 17-ni 200-ə vururam. Bu da eləyir 34. 17-ni 2-yə vurdu 34. Bu da 2-dən 100-ə vuracaq. 3400. Aha. 17.000-lə 3400-ü toplayanda eləcək 20400. Son cavabımız buldu 20400. Sonra növbəti 4 vurulsun 27 vurulsun 5. Aha. Burada indi hansı xassədən istifadə edə bilərik? Sizcə? 4 vur 27 vur 25 bərabər. Mən burada vuruqlarının yerdəşmə xassəsindən istifadə edəcəm. Yəni mən belə vurmaq istəyirəm ki 4 vurulsun. Birinci 27 ilə 5-i vuracam. Bərabərdir. 4 vurulsun. 27 ilə 5-i bir-birinə vuranda eləyəcək 135. Sonra 4-ü 135-ə vururam. 5 vur 4 20. 0 yazır 2 yadda.
3 vur 4 12, 2 də yatda 14, 4 yazırıq 1 yatda. 1 vur 4 4, 1 də yatda 5. Elədi 540. Hansı xassədən istifadə elədim uşaqlar? Vurğuların yeri dəyişmə xassəsindən. Sonra 20 vur 7 vur 40. 20 vur 7 vur 40 bərabərdir. Deməli, burada da yenə həmçinin həmin xassədən istifadə edəcəm. Birinci ilk növbədə 20-ni 7-yə vuraq, sonra vuraq 40-a. Bərabərdir. 20-ni 7-yə vursaq eləyəcək 140, 140-da 40-a vuracaq. Bərabərdir. Deməli, necə vuracaq? Gəlin, istəyirsiniz alt-alta vuraq. 140-ı 40-a vuranda 0, 0, 0. 4'ü 0'a vururuq 0, 4'ü 4'ə vururuq 16, 6 yazırıq 1 yatda 4, 1, 5. Eləcə cavab 0 burada. Bunu biraz biraz kaldırım yukarı. 0, 0, 6, 5. Eləcə 5600. Deməli, 140'ı 40'a vuranda eləcə 5600. Buna cavabı oldu 5600. Hansı xassədən istifadə elədim? Yer dəyişmə xassəsindən. Sonra keçir növbəti 2. Vurmanın uyğun xassələrini əsasən izah edin. Deyir, 7 ilə B-nin hasili B ilə 7-nin hasilə bərabərdir. Yəni, A bəndi, bunu yazıram. 7 vur B ilə hasili, B-nin 7 ilə hasili. Uşaqlar, burada görürsünüz, vurğuların birincisi 7 gəldi, digərində B gəlir. Burada vurğuların yeri dəyişdi. Deməli, hansı xassə oldu bu? Yer dəyişmə xassəsi. Yer dəyişmə. Yaxşı. İstəyirsiniz bunu silin. Mən burada yazıram yer dəyişmə. Sonra ikincide nə deyir? A-nın 3 vur 4 ilə hasili A vur 3-ün 4 ilə hasilinə bərabərdir. Bu nə deməkdir? Gəlin yazaq. A-nın A vurulsun 3 vur 4 ilə hasili 3 vur 4 ilə hasili A vur 3-ün 4 ilə hasilinə bərabərdir. Uşaqlar, burada biz qruplaşdırdıq. Birinci 3 ilə 4-ü qruplaşdırdıq. 3 dənə vuruq verildi. Birinci 3 ilə 4-ü qruplaşdırdıq. Sonra digər hissədə A ilə 3-ü qruplaşdırdıq. Hasilini qruplaşdırdıq. Deməli, burada hansı xassə görsün adından da bəllidir ki, qruplaşdırma xassəsindən istifadə elədik biz. Silirəm, burada yazıram qruplaşdırma. Elə qrup yazacağım, siz bilərsiniz, yəqin başa düşərsiniz. Qrup yazıram, nöqtə qoyuram. Yazarsınız qruplaşdırma xassəsindən. Sonra C bəndi A vurul 10 vurulsun A üstə gəl 4 bərabərdir. 10 vur A üstə gəl 4-ə. Deyir, bərabər deyil. Aha, yəni bu bərabər deməkdir, amma üstünə xətt çəkirsə bu bərabər deyil. Niyə bərabər deyil uşaqlar? Bu hansı xassədir? İlk öncə onu qeyd edək. Bu paylama xassəsidir. Birinci neyib? Onu A-ya vurub, üzərinə gəlib 4-ü. 4-də ucu səhv eləyib. Niyə səhv eləyib? Çünki 4 yox, 10 vur 4 olmalı. Axı bu onu hər ikisinə vurmalı. Mütəzənin içərisindəki hər iki ifadəyə vurmalı. Deməli, onu A-ya vurmalıdır, sonra 4 vur 10 olmalıydı. Ona görə burada deyib ki, bərabər deyil. Başa düşdük. Bu hansı xəssədir? Əslində səhv verildi cavabı. Bu paylama xassəsidir, amma 4 vur 10 yazsaydı sonuncu olaraq. İndi burada nə deyir? 9 çıx D vurulsun 5. Aha, bu nədir? İndi burada da yenə həmin paylama xassəsini istifadə edəcəyik. Bir dəfə 9-u 5-ə vuracağıq. 9 vur 5 çıxılsın. Bir dəfə də D-ni 5-ə vuracağıq. Yəni 5D. Görsən, D-ni 5-ə vurubdur, amma 9-u 5-ə vurmayıb. Ona görə də bu səhvdir. Yəni paylamaq xassəsinə əsasən bunu səhv, düsturu səhv açıbdır. Burada 9 vur 5 olmalıydı. Ona görə də qoyub bərabər deyil. Sonra 3-ə baxaq. Deyir, şəkildəki mavi düzbucaqların sahələri cəminin, qırmızı düzbucağının sahəsi sahəsinə bərabər olduğunu. Aha, bunların deyir, sahələri cəmi bərabər olmalıdır bu düzbucağının sahəsinə. Gəlin birinci fiqurun sahəsini tapaq.
Birinci fiqurun S1 sahəsi nəyə bərabər? Düzbucaqlının saxı düsturu uşaqlar. Bu düsturları mən YouTube səhifəmdə shorts, yəni qısa videolar bölməsində paylaşmışam. İstəsəz girib orada baxa bilərsiniz. Düzbucaqlı, kvadrat və çevrə. Düzbucaqlının sahəsi A vur B-yə, yəni tərəflərin bir-birinə hasil 5 vur 7. Bu da eləyir 35. İstəyirsiniz 5 vur 7 yazın. Bərabərdir 35. Sonra ikinci sahə, yenə ikinci də düzbucaqlıdır. S2 bərabərdir. A vur B, yəni 3 vur 5, bu da eləyəcək 15. Deyir, indi bunların cəmi, yəni 35 ilə 15-in cəmi bərabər olur bu düzbucaqlıya. Görək, bu düzbucaqlının sahəsi nə qədərdir? S3 bərabərdir. A vur B, yəni 10 vur 5, bu da bərabərdir 50-yə. Aha, görək düzdürmü? Yəni S1 üstə gəl S2 bərabər olur S3-ə. Görək düzdür. S1 bizə 35 tapdıq. S2-ni tapdıq 15. Bu da bərabər olmalıdır 50-yə. Bəli, 35 ilə 15-i toplayanda bizə verəcək 50. Yəni, deyir, izah edin. İzah elədik. Yəni ki, başa düşdünüz uşaqlar. Sonuncu olaraq bunu yazarsınız. Sonra altından da bunu yazarsınız. Yaxşı. Və bu sahələri necə tapdıq, onu da yazarsınız. Bu belə. 4-ə baxı deyil. Boş xanalara uyğun ədədlər tapın. 340 vurulsun, bilmirik neçə vurub, alıb 340. Aha, görürsünüz burada ədədi nəyəsə vurub, yəni yerindən öz alıb. Bu hansı vurmanın xassəsi idi. Vahidə vurma. Yəni istənilən ədədi vahidə vuranda ədədin özünə bərabər olacaq cavab. Sonra 49 vur dama bərabər 87 vur 49. Aha, uşaqlar görürsünüz burada vuruqlar 49 keçdi digər tərəfə. Yəni digər belə deyim də ikinci vuruqun yerinə. Burada deməli damada neçə olmalıdır? 87. Bu hansı xassədir? Vuruqların yer dəyişmə xassəsi. Sonra 4 vur 5 vur 3 bərabərdir 4 vur 5 vur 3. Aha. Bu hansı xassədir uşaqlar? İlk öncə, baxın, burada 5 var, 3 var, düzdür? Burada bir dənə 4 var. Deməli, bu damada bir 4 yazacağıq. Bu hansı xassə idi? Paylama xassəsi. Daha doğrusu, qruplaşdırma xassəsi, üzr istəyirəm. Bu qruplaşdırma xassəsidir. Bu xassə vuruqların yer dəyişmə xassəsi. Bu vahidə vurma, qruplaşdırma. İndi buna baxaq. Nədir? 0 vur 1 vur 197 bərabər 215 vur neçəyə? Uşaqlar, 0-a vurma qaydası nə idi? İstənilən ədədi 0-a vuranda cavab 0 elədi. Yəni 0 vur 1 0 elədi. Sonra təzədən 197-yə vurduq, yenə 0 elədi. Burada cavab eləyəcək 0. Və 215-i biz neçəyə vursaq cavab 0-a bərabər olmalı. Təbii ki, 0. Yəni 215-i biz 0-a vurmalıyıq ki, yəni damanın içində 0 olmalıdır ki, 0 0-a bərabər olsun. Başa düşdünüz uşaqlar, umarım. Kiminlə sualı olsa, yorumlarda qeyd eləsin. Mən indi burada çox qaraqır oldu, biraz sileyim uşaqlar. Aha, 5. Deyir, A, B və C ilə hər hansı ədədlər işarə edilib bərabərliklərin doğru olması üçün boş xanalara uyğun hərf və yaxud ədədlər yazın. Hərf də ola bilər, ədəd də ola bilər. Cavabı necə tapdığınızı izah edin. Baxaq. A vur dama bərabərdir 5 vur A. İndi uşaqlar görürsünüz, A burada birinci vuruğun yerdədir. Burada keçib ikinci vuruğun yerinə. Deməli, nə olur? Vuruğun yeri dəyişib. Deməli, bu yer dəyişmə xassəsidir. Damanın içində də olacaq 5. Çünki burada 5 ikinci vuruğun yerdəydi. Sonra digər tərəfdə birinci vuruğun yerində oldu. Sonra 15 vur C vur 40 bərabərdə 600 vur bilmirik neçə. İndi bu uşaqlar, burada hansı xassə istifadə olunur sizcə? Hansı xassədən istifadə olunur? Təbii ki, paylama xassəsi, daha doğrusu qruplaşdırma. Necə qruplaşdırıb? 15-dən 40-ın hasilini tapıb, bu eləyib neçə? 600 düzdür. 600 vurulsun, yerdə nə qalır? C vuruğu. Deməli, həmin C-ni buz yazacaq bu damaya. Sonra burada nədir? B vur 150 vur 2 bərabərdir. Dama vur 300-ə. Aha. Deməli, burada nə edib? 300 yaz, birbaşa 300. 300-ü necə tapıbdır? Təbii ki, 150 ilə 2-ni qruplaşdırarıq. Bu da qruplaşdırma xassəsindən istifadə olunur burada. 150-ni 2-yə vurub 300, yerdə nə qalıb? B vuruğu. Deməli, B çatışmayan vuruğu da biz yazırıq bura boşlamaya.
Sonra bura baxaq. 4 vur 7 çıxılsın. 4 vur 3 bərabərdir 7 çıxıl. Aha, uşaqlar. Burada biz ortaq vuruğun mötərizə xaricinə çıxartmalıyıq. Ortaq vuruq hər ikisində hansı görsə hər ikisində 4 var. Deməli mötərizənin xaricində 4 olmalıdır ki, biz 4-ü 7-yə vururuq. 4 vur 7 çıxılsın. 4 vur 3. Gördünüz? Yəni mötərizə xaricində 4 olmalıdır ki, biz bunu belə deyim, paylamaq xassəsinə əsasən vurub aça bilək. Sonra digərində 8 vur 6 çıxılsın 8 vur 2 bərabər 8 vurulsun 6 çıxılsın neçə? Uşaqlar burada görürsünüz 8 vuruğu var. 6 vuruğunu da yazmışıq. Burada 8-i yenidən vurub açmışıq və 2 vuruğu çatışmır. Deməli damaya 2 yazacağıq ki, biz vurub açanla doğru olsun. Yəni 8-i 6-ya vururuq, çıxılsın 8 vur 2. Burada hansı xassədən istifadə olunub? Uşaqlar bunlar hansı xassə idi? Paylama xassəsi. Sonra digərinə baxaq. 5 üstəgəl B vurulsun C-yə. Aha. İndi bunu gəlin vurub açaq. 5-i vuraq C-yə. Üzərinə gələk 5 B vurulsun C-yə. 5 yox, B vur C. Görürsünüz B vur C yazılıb. Bir dənə 5 vur C-ni. Deməli damada 5 əksi idi. Yəni burada 5 əksi idi. Ona görə damaya yazırıq. Burada olacaq 5. Burada da həmçinin paylama xassəsindən istifadə etmişik. Buna baxaq. 3 vurulsun B üstəgəl 10 bərabər 3 vurulsun. Aha. Damanı nə yazılmalı? Üstəgəl 30. Gəlin vurub açaq. 3-ü B-yə vuruq. 3 vur B üstəgəl 3 vur 10. Yəni 30. Burada B olacaq. 3 vur B üstəgəl. Elə bir 30-u birbaşa vurub yazıb da. 3-ü ona vuraraq cavabı yazıbdır. Bu da hansı xəssə oldu? Paylama. İndi bunu vurub açaq. A vur 50, üzərinə gəl 4 vur 50. Yəni 4 50 vurdu 200. Burada da olacaq damanın yerində A çatışmır. A vur 50. Burada da həmçinin harada mötərizə görsəz bilin ki, o paylama xassəsidir. Burada 5 vur 9 çıxılsın 10 bərabərdir 5 vurulsun. Aha, biz onu necə göstərərik uşaqlar? Elə eləyək ki, içərisində 5 hasil olsun. Yəni 5-i 2-yə vuraraq, düzdür? Deməli, burada ortaq vuruq 5. Yəni mötərizənin xaricində 5 çıxacaq. 5 vurulsun. Görürsünüz 9 burada yazdım, amma burada yoxdur. Ona görə xananın içində 9 yazıram. Çıxılsın 5 vur 2, yəni 10. Gördünüz uşaqlar, burada həmçinin paylama xəssəsidir. Sonra 6-ya baxaq. Deyir, A vur B. 5 olduqda ifadələrin qiymətini tapın. Cavabı necə tapdığınızı vurmanın uyğun xəssələrini əsasən izah edin. A vur B 5 deyir bizə. Aha. A vur B. Mən burada A vur B-ni necə hesablayaram? A vur B. Görürsünüz, burada A vur 3-dür, sonra vur B. Burada mən vuruqların yerini dəyişmək istəyirəm. Yəni, A vur B. Birinci vuruqların yerini dəyişirəm. A vur B, vur 3. Qələmimi biraz incəldim. A vur B. Vuruqların yerini dəyişdim, vur 3. Birinci yer dəyişmə xassəsini istifadə elədim. Bərabərdir. Sonra qruplaşdırma xassəsindən istifadə edəcəm. Yer dəyişmə və qruplaşdırma. Yaxşı. Deməli, A ilə B-ni qruplaşdırıram. Sonra vuracam 3-ə. A ilə B-nin hasilini kitab verib 5. 5-i də 3-ə vururam. Alıram 15. Deməli, mən burada birinci vuruqların yerini dəyişdim. Yer dəyişmə xassəsini istifadə elədim. Sonra qruplaşdırma xassəsindən istifadə elədim. Sonra buna baxaq. B vur 9 vur A. Aha. B-ni mən burada yenə vuruqların yerini dəyişirəm. Yəni A vur B vur 9. Yenə yer dəyişmə. İndi A ilə B-ni qruplaşdırıram. Sonra qruplaşdırma. A vur B-ni kitab verib 5. Sonra 9'u vururam. Vur 9 eləyəcək 45. Birinci yer dəyişmə, sonra qruplaşdırma xassəsindən istifadə etdim. İndi buna baxaq. Aha. A vur B vur 2. Burada yerdəşmə ehtiyac yoxdur. Sadəcə qruplaşdırma. Yəni A ilə B-ni birinci qruplaşdıracağım. Burada sadəcə qruplaşdırma xassəsi. A vur B-ni kitab verib 5. 5-i 2-yə vuruq 10. İndi burada. Burada da həmçinin vuruqların yerini dəyişirəm. Əslində dəyişək. 4 vur B. A-nı saxlayıb 4-ü B-yə də vursaq yenə olmayacaq. Birinci vuruqların yerini dəyişirəm. A vur B, vur 4. Düzdür. Dəyişdim. Yəni yer dəyişmə xassəsindən istifadə edim. Sonra qruplaşdıracağım. Nə ilə nəyi qruplaşdıracağım? A ilə B-ni qruplaşdıracağım. Yer dəyişmə və qruplaşdırma xassəsindən istifadə edim. 5 vur. A ilə vur B, 5 verib kitab 4-ə vuruq 20.
Buna baxaq. A vur 3 vur, B vur 2. İndi mən burada nə edirəm? Burada vurğulan yerini dəyişirəm. Yer dəyişmə xassəsi. A vur B vur 3 vur 2 bərabər. Sonra qruplaşdırıram. A ilə B-ni qruplaşdırıram. 3 ilə də 2-ni istəsiz qruplaşdıra bilərsiniz. Yer dəyişmə, qruplaşdırma. İndi A vur B bizə verib kitab 5 vurulsun. 3 vur 2 eləyir 6. 5-i də 6-ya vuracaq. Eləyəcək 30. Burada cavab eləyəcək 30. Uşaqlar, xassələrin sadəcə baş hərflərini yazdım. Yəqin ki, başa düşərsiniz. Düzdür. Birincidə olur yer dəyişmə, sonra qruplaşdırma. Yer dəyişmə nə? Vurğuların yerini dəyişərək. Yəni, yer dəyişmə yazıramsa, bilin ki, vurğuların yeri dəyişir orada. Q hərfi yazıramsa, onda bilin ki, qruplaşdırma xassəsini istifadə etmişəm. 7. Vurma əməlinin xassələrini istifadə etməli, ifadənin qiymətini tapın və cədvəli tamamlayın. Gəlin, baxaq. A vur B el verib 40. Burada da B vur 4 vur A. İndi mən burada qruplaşdırma eləsəm B vur 4 yerdə A qalır. Bu bizə işimizə yaramayacaq. Sonra 4 vur A-nın yeri yazsım yerdə B qalır. 4 vur A bizdə yoxdur. Sadəcə A vur B. Mən birinci nə edirəm? Yenə eyni qaydada vurğuların yerini dəyişirəm. Yazıram A vur B vur 4. Sonra yerdəşmə xassəsini istifadə elədim. Sonra qruplaşdıracağım. A ilə B-ni qruplaşdıracağım. Qruplaşdırma. Yerdəşmə və sonra qruplaşdırma. A vur B-ni kitab verib 40. 40'ı da 4'e vuracaq, eləyəcək 160. Bunu silirəm. Yazıram 40 vur 4 bərabər də 160. Bu oldu birincinin cavabı. Soram. İndi da yazmayacağım hər dəfə. Sadəcə ifadəni tapdıq, yerdəşmə, sonra qruplaşdırma xassəsini istifadə elədik. İndi bir dənə A vur B-nin yerinə 55 qoyuram, sonra 208 qoyaraq hesablayacağım. Bunu silirəm. A vur B yerinə qoyacağım 55. 55'i 4'e vuracaq. Bu da bizə verəcək 220. Yəni burada olacaq 220. Sonra A vur B-ni verib 208. İndi mən 55 ilə silirəm, yazacağım 208. 208'i 4'e vuranda eləyəcək 832. Burada cavab olacaq 832. Hansı xassədən istifadə elədik əziz uşaqlar? Yer dəyişmə, sonra qruplaşdırma xassəsini və ifadəmiz də bu oldu. A vur B mütəzəlis içərisində, sonra vurulsun 4'ə. A vur B-nin qiymətini verib yerinə qoyaraq hesablayırıq. İndi burada baxaq. A üstəgəl B-nin qiymətini verir və bizə belə bir ifadə verir. Uşaqlar, bu hansı ifadədir? Yəni bunu mən necə yığa bilərəm? Bunu mən paylama xassəsini istifadə edərək birinci ortaq vurğu mütəzə xassəsini çıxacaq. Ortaq vurğu görürsünüz, burada 3 vur A-dır, burada 3 vur B-dir. Demək, hər ikisində ortaq olan 3'dür. Deməli, mütəzə xassəsini 3 çıxacaq ki, 3 vurulsun, mütəzə açıram, yerdə qalır A, üstəgəl B. Deməli, ifadəmiz belə oldu. Mən buradan paylama xassəsini istifadə etdim. 3 vurulsun A üstəgəl B. A üstəgəl B-nin xassələrini, qiymətlərini veriblər bizə. Biz də yerinə qoyub hesablayacaq. A üstəgəl B-ni 10 verib. Yəni 3 vurulsun 10. Bu da eləyəcək 30. Buraya yazıram 30. Sonra A üstəgəl B-ni verib kitab 30 veribdir. Yəni 3 vurulsun 30'a. Bu eləyəcək 90. Buraya yazım 90. Sonra A üstəgəl B-ni kitab veribdir. İndi 500. İndi A üstəgəl B-nin yerinə 3 vurulsun. Bu ifadənin yerinə 500 yazacağım. Bu da eləyəcək 1500. Burada yazacağım 1500. Gördünüz uşaqlar, burada sadəcə ortaq vurğu taparaq mütəzə xassəsini çıxarırıq və oradan biz qiymətləri yerinə qoyub hesablayırıq. 8'i deyir. Nə deyir? 5 hasilini ayırmaqla işte boşa düşmədim. 2 vur 5 hasilini, 2 vur 5 hasilini ayırmaqla hesablayın. Burada yəni nə deməkdir ki, 2 vur 5. Burada ən çox biz qruplaşdırma xassəsini istifadə edəcəyik. 55 vur 8. 55'i necə göstərilir? 11 vur 5, 8 də göstərib 2 vur 4. Aha. Yəni ki, verilən vurğuları biz elə vurğuların hasil şəklində göstərməliyik ki, içərisində 5 vur 2 mütləq olmalı. Çünki bizdən tapşırıqda onu tələb edir. Sonra da bu yerdəşmə, qruplaşdırma xassəsini istifadə edərək biz onu tapırıq. Və qruplaşdırma və yerdəşmə. Aha. İndi 5 vur 22. Gəlin görək bunu necə edirik. 5 vur 22 bərabər.
Mən belə yazdım. 5 vurulsun. Bizə lazımdır nə? 2 vur 5 hasil olsun. Düzdür? Bir dənə mən o hasili yazım yuxarıdan. 2 vur 5 hasil olsun. Sonra işləyək. 5 vur 22. Bərabərdir. Mən 5'i 5 vur olsun. 22'ni mən 2 vur 11 şəklində göstərirəm. Düzdür? Burada mən sonra 5 ilə 2'ni mötərizəyə alıram. Buna biz qruplaşdırma xassəsini istifadə edirik. 5 vur 2 eləyir 10. 10'la vuruq 11'ə. Bu da eləyəcək 110. Yəni 5'i 22'yə biz vurmaq dolayısıyla yolla 120. Yəni xassələrdən istifadə etməli 110 aldıq. Sonra nədir? 4 vur 65. 4 vur 65. Mən 4'ü 2 vur 2 şəklində göstərirəm. Vurulsun 65'i də 5 vurulsun 13 şəklində göstərirəm. 2 vur 5 vuruq alındı bizdə. Bərabərdir. 2 vurulsun 2 vur 5 10 vur 13. 2'ni 10'a vururuq 20. 20'ni də 13'ə vururuq. Eləcək 260. Deməli cavab eləcək 260. Sonra digəri 35 vur 6. Silək 35 vur 6. 35'i mən yazıram 7 vur 5 şəklində. Altında 2 vur 3 şəklində göstərirəm. Yenə 5'dən 2'ni mən qruplaşdırıram. 7 vurulsun 5 vur 2 10 vurulsun 3. 7'ni 10'a vururuq 70. 70'i də 3'ə vururuq 210. Sonra 18 vur 15. Bunu hesablayaq. 18 vur 15. 18'i mən necə yazaram? 9 vur 2 şəklində. 15'i də yazaram 5 vur 3 şəklində. Görürsünüz 2 ilə 5'i mən qruplaşdırıram. Yerdə nə qalır? 9 vurulsun 2 vur 5 10 eləyir. Vurulsun 3. 9 10'a vuruq 90. 90'da 3'ə vuruq 270. Sonra 25 vur 14. 25 vur 14. Bərabərdir. 25'i 5 vur 5 şəklində göstərirəm. 14'ü də 2 vur 7 şəklində göstərirəm. Mən burada 5'dən 2'ni qruplaşdırıram. Yerdə nə qalır? 5 vurulsun 10. Vurulsun 7. 5 vur 10 50. 50'ni də 7'yə vuranda 350. Sonra 44 vur 25. 44 vur 25 bərabərdir. 44'ü mən göstərirəm 22 vur 2 şəklində. 25'də 5 vur 5 şəklində göstərirəm. 2'ni 5'ə vuracağıq. Yəni qruplaşdıracağıq 2 ilə 5. İndi 22 vurulsun 2'ni 5'ə vururuq eləyir 10 vurulsun 5. 22'ni 10'a vururuq eləyir 220. 220'de 5'ə vururuq eləyəcək 1000. 200'ü 5'ə vururuq 1000. 20'ni 5'ə vururuq 100. Yəni 1100. Sonra 44 vur 25'i yazdım. Aha. 12 vur 85. 12 vur 85. Mən 12'ni göstərirəm 6 vur 2 şəklində. 85'i göstərirəm 5 vurulsun 17 şəklində. Bərabərdir. 2 ilə 5'i yenə qruplaşdırıram. 6 vurulsun 10 vur 17. 6'nı 10'a vururuq 60. 60'ı da 17'ye vururuq. Gəlin vuraq. 17'ni 60'a. 0, 6'da 7, 42. 2 yazırıq. 4 yadda. 6, 4, 10. Eləcə 1020. Sonra 16 vur 125. 16'nı mən göstərirəm 8 vur 2 şəklində. 125'də 5 vurulsun 25 şəklində göstərirəm. Deməli 2 ilə 5'i mən qruplaşdırıram. Yerdə nə qalır? 8 vur 10 vur 25. Bərabər 8'i 10'a vururuq 80. 80'da 25 80 80'də 25'ə vuraq. Gəlin vuraq 25 vur 80. 0 daha doğrusu mən belə yazım qoy. 0 0 8'i 5'ə vururuq.
0 elə yazdım ki. 8'i 5'e vurur 40, 0 yazır 4 yatdı, 8 vur 2, 16, 4 yatdı 20. Deməli yerdən neçə elədi? Bu da eləcə 2000. Bərabərdir 2000'ə. Tapşırıq bu qədər uşaqlar. Hamısını işlədik də düzdür. 16 vur 125. Aha. İndi bu bitdi. 8-ci tapşırıq bitdi. Növbəti. İndi bölmə əməllərinin xassələri. Görək bölmə əməllərinin xassələri nədir? Sıfıra bölmə var. Yox, sıfırı bölmə. Sıfırı bölmə. Yəni sıfırı natural ədədə böldükdə sıfır alınır. Sıfırı bölürükdə, yəni birinci bölünən sıfır gəlir. Bu hal doğrudur. Yəni 5 bölü 0 bərabərdir 0. İstənilən ədədi sıfıra sıfırı üzr istəyirəm, belə yox. Çünki 5 bölü 0 niyə dedim belə yox? Sizcə niyə? Bu yəni sıfıra bölmə qaydası yoxdur. Belə bölmənin mənası olmur. Buna görə də bu doğru deyil heç bir zaman. Yaxşı, bunu yadında saxlayın. Bu ifadənin mənası olmur. Ona görə biz belə bölməni yəni mənasız sayırıq da. Nə də ki cavab 0 vermir. Sadəcə mənası yoxdur bunun. Amma sıfırı bölmək olar. Yəni sıfırı 5'e bölmək olar. Tutaq ki 0'a A-ya, B-ya, C-ya. Yəni cavab 0'ı neçəyə bölsəz cavab 0 eləyəcək. Yəni 0 bölü 3 bərabərdir 0. 0 bölü A bərabərdir 0. Burada şərt qoyub ki bizə A 0'dan fərqli olmalıdır. Yəni A'nın özü burada digər bölənimiz 0 ola bilməz. Çünki 0 olsa bunun mənası olmur. Görürsünüz burada 0'a bölmə. Aha. Yəni istənilən ədədi biz 0'a bölə bilmərik. Niyə? Heç bir halda yəni 0'a bölmək olmur. Çünki belə ifadənin mənası olmur. Ona görə biz deyirik buna təyin olunmur. Yaxşı yadına saxlayın. Yəni bölən 0 ola bilməz. Baxın bölən ikinci yerdə duran bölən heç zaman 0 ola bilməz. Çünki olanda o özü mənasızdır. Yəni elə bir qayda yoxdur. Vahidə bölmə ədədi 1'ə bölündükdə ədədin özü alınır. Aha. Yəni istənilən ədədi 1'ə bölündü, ədədin özü alınır. Ədəd olsun, hərf olsun, işarə, nə bilim, hərfi ifadələr olsun. 1'ə böldükdə ədədin həmin ifadələrin ədədin özü alınır. Ta ki 4 böl 1 bərabərdir 4. A böl 1 bərabərdir A-ya. Yəni 1'ə bölündükdə özləri gəlib alınır. Görürsünüz? Sonra cəmi ədədə bölmək üçün toplananların hər birini həmin ədədə bölüb alınan qismətləri toplamaq olar. Fərqi ədədə bölmək üçün azalan və çıxan həmin ədədə bölüb alınan qismətləri çıxmaq olar. Aha, bunu niyə belə deyir sizcə? Yəni bu əslində bir növ paylama xassəsinə oxşuyur. İndi burada fərq və cəmlə. Fərq 20/30'u bölüb 5'ə. Bu böl 5, yenə deyirəm, böl 5, vur 5. Mötərizənin içərisindəki hər bir vuruğa aidiyyatı var. Bir dəfə 20'ni 5'ə böləcəyik. Sonra ortada nədir? Toplam əməli. Üstəgəl 30'u 5'ə böləcəyik. Bərabər 20'ni 5'ə böldük 4, üstəgəl 30'u 5'ə böldük 6, 4 üstəgəl 6 eləcək 10. Görürsünüz? Yəni bölmə əməli və yaxud da vurma əməli mötərizənin içərisindəki bütün ifadələr, rəqəmlərə tətbiq olunmalıdır. Yəni A böl C üstəgəl B böl C. C-dir 0'dan fərqli, yəni bölən 0 olmamalıdır. Sonra fərq də həmçinin burada çıxma olduğuna görə fərqi odur ki, yəni ikisində də çıxma olacaqdır. 60'ı 6'ya bölürük 10 çıxılsın. 18'i 6'ya bölürük 3, 10'u çıxırıq 7. Yenə də burada C, yəni bölən 0'dan fərqli olmur. Çünki 0 olarsa bu ifadə təyin olunmur. Bax dedik ki 0 olanda ifadə təyin olunmur. Tapşırıqlara baxaq. Bərabərlikdən doğru yaxud yanlış olduğunu müəyyən edin. Bərabərliklərin doğru və yaxud da yanlış olduğunu müəyyən edin. Gəlin baxaq. 0 böl 2 0. Bəli. 0'ı bölmək. 0'ı istənilən rəqəmə böldükdə 0 eləyir. Doğrudur. 0 böl 4 bərabərdir 4. Xeyr. Burada yenə görürsünüz. Burada 0 yazıb, amma burada 4 yazıb. Bu səhvdir. İndi bunu görək düz bölüb. 6 böl 3 üstəgəl 3 necə bölüb? Bir dəfə 6'nı 3'ə bölür. Yox, 6'nı 3'ə bölə bilmərik axı. Əgər mötərizənin içərisində 6 olsaydı, burada 3 olsaydı, kitabım yazıb. Bu belə olmayacaq. Belə olacaq ki, bu 3'ü biz 6'ya bölməliyik. 3 bölü 6
üstəgəl 3 böl yine 6. Gördünüz? Bu da bize verəcək cəmi 1 verəcək. Ama burada görək cəmi 1 verir mi? 6 böl 3 eləyəcək 2 üstəgəl 6 böl 3 eləyəcək 2 üstəgəl 2 4. Xeyr, bu səhvdir. Çünki burada əksini eləyir. 6-nı bölübdür mötərizənin içindəkilərə. Bu səhvdir. Biz mötərizənin içərisindəki olan rəqəmi hər birini bölməliyik 6-ya. Buna baxaq. Aha, burada görürsünüz doğru göstəribdir. Niyə? Çünki 100-ü bölürük 5-ə, çıxılsın 40 böl 5. Gördünüz, burada doğru tətbiq edelim. Amma burada belə deyim, bölüb 5-ə, yəni mötərizənin içindəkiləri mötərizənin kənarındakına bölüb. Amma burada əksinə idi. Mötərizənin kənarındakını mötərizənin içərisindəkiləri bölüb. Bu səhvdir, bu doğrudur. Sonra bölünəni hesablamaq üçün əlverişli olan ədədlərin cəmi və fərqi şəklində yazmaqla hesablayın. Aha, 963 böl 3, yəni əlverişli qaydada. Yəni elə rəqəmlər götürməliyik ki, 3-ə bölünən, 4-ə, 5-dən verilən burada bölünənə, yəni bölənə rahat bölmək olsun. Gəlin, baxaq, 65 böl 5, görək necə böləcəyik. Bərabərdir. Mən 65-i 50 üstəgəl 15 şəklində ayırıram. Çünki hər birini rahat 5-ə bölmək olur. Bərabərdir. 50-ni 5-ə böləcəm. Üstəgəl 15-i 5-ə böləcəm. 50-ni 5-ə bölürəm 10, üstəgəl 15-i 5-ə bölürəm 3 eləcək 13. Sonra digəri 196 böl 4. %96 böl 4. Mən 196 necə yazacağım? 160 üstəgəl 36 şəklində. Bərabərdir. Bu dəfə 160-ı bölürəm 4-ə, üstəgəldən 36-nı bölürəm 4-ə. Bərabər 160-ı 4-ə bölürəm 40, üstəgəl 36-nı 4-ə bölürəm 9. Eləcə 49. Sonra 120 böl 5. Necə böləcəm? 120-ni parçalayıram, 100 üstəgəl 20 şəklində göstərirəm və 5-ə böləcəm. Yəni 100-ü böləcəm 5-ə, sonra toplama 20-ni 5-ə böləcəm yenə. Bərabər 100-ü 5-ə bölürəm 20, üstəgəl 20-ni 5-ə bölürəm 4, eləcə 24. Sonra 627 böl 3. böl 3. 600-ü necə göstərəcəm uşaqlar? 600 üstəgəl 27-nin cəmi şəklində göstərirəm ki, hər biri toplanan 3-ə rahat bölünsün. Bərabərdir. 600-ü bir dəfə 3-ə bölürəm. Sonra toplayacağım 27 böl 3-lə. 600-ü 3-ə bölürəm 200. Üstəgəl 27 böl 3 eləcə 9. Eləcə 209. Sonra 2086 böl 7. Böl 7. Düzdür. Mən 2086 necə götürə bilərəm ki, 7 rahat bölünsün sizcə uşaqlar? Sizin fikrinizcə. Mən burada istəyirəm fərq şəklində. Baxın 2000-dən sonra 7-yə bölünən 2100 gəlir, düzdür? 2100-də mən çıxıram 14-dür, düzdürmü? 14 çıxanda həm 2086 eləyir, həm də 2100 7-yə bölünür, həm də 14 7-yə bölünür. Bölünsün 7. Bərabərdir. İndi mən bir dəfə 2100-ü 7-yə böləcəm. Sonra çıxacağım 14-ün 7-yə bölməsini. 2100-ü 7-yə böləndə elədi 300. Çıxılsın 14-ü 7-yə bölür 2. Bu da eləyir 298. Bunun cavabı bizə verdi 298. Sonra nə var? 352 böl 32. 352 böl 32. Bərabərdir. Mən bunu necə yazarım? 352-ni mən 320 ilə 32-nin cəmi şəklində göstərirəm və 32-yə böləcəm. Bərabər 320-ni 30 böl 32 üstəgəl 32 böl 32. Bərabərdir. Bunu 32-yə böldüm. Elədi 10. Üstəgəl 32-ni 32-yə böldüm 1. Cəmi eləcə 11. Sonra 1428 böl 14. 1428 böl 14. Necə yazılır? 1428-i mən 1400-dən 28-in cəmi şəklində göstərirəm ki, hər biri 14-ə rahat bölünsün.
Bərabərdir. 1400-ü 14-ə bölürəm. Üzərinə gəlirəm 28 bölü 14 bərabərdir. 1400-ü 14-ə bölündüm. Elədir 100. Üstə gəl 28 14-ə böldüm 2. Eləcə 102. Sonra 1287 bölü 13. Bunu silirəm. 1287. Burada isə mən fərqdən istifadə etmək istəyirəm. Niyə? Çünki 1200-dən böyük 13-ə bölünür. 1300 daha rahat bölünür. Ona görə də mən 1300-lə 13-ün fərqini götürürəm. Bundan 13 çıxanda qalacaq 1287. Sonra bölürəm 13-ə. İndi 1300-ü bölürəm 13-ə. Çıxıram 13-ü 13-ə bölərək. Bərabərdir. 1300-ü 13-ə böldüm. Elədir 100. Çıxılsın 13 bölü 3 elədir 1. 100-dən 1 çıxılır. Eləcə 99. Bunun cavabı bizə verəcək 99. Aha uşaqlar, bu tapşırıq bitdi. Bizə verib indi 11-ci tapşırıqda deyir hesablayın. 12587 vur 4. Yəni həmin qaydada hesablayaq da. Elə bu qaydada hesablamaq, yəni əlverişli üsulla. Görürsünüz, bu qaydada hesablamaq daha rahat. 578 vur 4. Gəlin görək vura bilərikmi? 12 neçədir? 578. Vur 4. Mən indi belə deyim. 4'ə vurmaq üçün 12.000'i ayrıca vururam. Burada vurmalı da deyil. Aha. Yine bunu cəm şəklində göstərirəm. Yəni 12.000'i 1 vuracam. İstəsəz belə yaza bilərsiniz. 1. 578'də 1 vuracam. Və yaxud da ki, bunu mən cəm şəklində necə göstərə bilərəm? Görün, belə rahatdırmı? 13 fərq şəklində 13.000 çıxılsın. 13.000 yox. Hə, 13.000 çıxılsın. Belə də ola bilər. Və yaxud da ki, elə 12.600 12.580 çıxsın 2 vur 4. Görürsünüz 12.580'dən 2 çıxdıq 12.578 elədi, düzdür. Və indi bundan 4'ə vuraq, sadəcə fərqini tapacağıq. 12.580 belə də ola bilər. Və yaxud da ki, elə bayaq ki yazdım, birinci yazdığımda yaxşı idi. İndi 12.000'i 4'ə vururuq, eləyəcək. Da bir də yazmıram açılışın. 12.000 vur 4 eləyəcək 48.000. Üzərinə gəl 578 vur 4. Bunu burada vuraq. 32 2 yazar 3 yadda 28 3 31 1 yazarıq yenə 3 yadda 20 bu da 3 23 2312 düzdür. 48.000'in üzərinə 2312 gələcək. Bu da bizə nəyə verəcək? 48.000'in üzərinə 2000 gələndə eləcək 50.000, üzərində 312 eləcək 50.312. Yəni vuranda bu cavabı alacaq 50.312. Sonra 21.987 bölü 9. 21.987 bölü 9. Düz yazdım. İndi necə bölək? Görək nətər rahatdır bizə. Yəni həmin xassələrdən istifadə etmək istəyirəm də ona görə. Deməli 9'u bölmək üçün 21.000'in kiçiyi 18.000'dir. Düzdür. Biraz böyük 9'a bölmək üçün neçə yaza bilərəm sizcə? Belə yazaq. 22.000 bölünmür 23.000 bölünmür 24.000 bölünmür 25 27.000 gəlir də birbaşa. İndi yazaq burada 20 18.000 üstə gəl. Deməli 18.000'dən 3.987'nin cəmi. Cəmi böləcəyik 9'a.
18.000-i 9-a bölürük. Eləyir neçə? 2000 üstə gəl 3987-ni 9-a bölək. Bircə 4 dəfəm çıx 36 qalır 3, 8-i düşürürük 38-in içində 9 yenə 4 dəfəm çıx 36 qalır 2, 27-in içində 9, 3, 443 gələcək. Düzdür, böldük ikincində aldıq 443. Şimdi 2000'in üzerine 443 gələcək, eləcək 2443. Bu olduğunun cavabı. Sonra digərinə baxaq. 34.869 vur 9. 34.869 vur 9. Bunu da 34.000 üstə gəl 869 cəmini vuracam 9-a. Şimdi 34.000'i 9'a vuraq neçə eləyəcək? 4'ü 9'a vur, sıfırları düzürəm. 4'ü 9'a vur 36, 6 yazır 3 yadda. 9 vur 3 27, 3 yadda 30. Eləcək 306.000 düzdür. Sonra üstlərinə gələcəm 869'u 9'a vuraraq gəlin vuraq. 9 vur 9 81, 1 yazırıq 8 yadda. 6 vur 9 54, 8 də yaddaydı. 62, 2 yazırıq 6 yadda. 9 vur 8 72, 6 yadda 78. İndi 306.000 üzərinə 7821 gələrək. Bu da eləcək 313.821. Sonra digəri. İndi bölməndə 62.580 böl 4. 62.580 böl 4. Ben burada 60.000'den 60.000 üstə gəl 2580'in cəmini böləcəm 4'ə. İndi 60.000'i 4'ə bölürəm. 60'ı 4'ə bölündə 15. 3 dənə 0 15.000. Üstə gəl 2580'ı bölürəm 4'ə. Görək neçə eləyir? 6 dəfəm çıx 24 qalır 18'in içində 4 4 dəfəm çıx 16 qalır 2 20 20'ni 4'ə bölündə 5 645. Deməli 15.000'in üzərinə 645 gələndə 15.645. Yəni bunu buna böləndə 15.645. Sonra 578 vur 72. 578 vur 72. Görək düz yazdım. Burada necə vuracağıq? 70'i istəyirəm. 72'ni parçalayaq. 70'dən 2 şəklində. Belə də ola bilər. üstə gəl 2 şəklində. Bərabər 578'i bir dəfə 70'e vuracağıq. Üzərinə gələcək 578 vur 2. Bunu vuraq 70'e. Görək neçə eləyir? 0 vur 8 0 0 0 7 vur 8 56 6 yazırıq 5 yadda. 7 vur 7 49 5 yadda 54 4 yazırıq. Yenə 5 yadda. 5 vur 7 35 5 40. 0 6 4 0 4. 40.460 elədi. 40.460. Sonra 578'de 2'ye vuraq. 16 6 yazırıq 1 yadda 14 1 15 5 yazırıq 1 yadda 10 1 də yadda 11. Yəni 1156. Üzərinə gələcək 1156. Bu da bərabər 41.000. Bir dəqiqə üzr istəyirəm. Gəlin 6 toplayaq. 6 5 11 1 yazır 1 yadda 5 1 6. 41.616. Sonra növbəti misalın 6240 böl 12. 6240 böl 12. İndi mən burada 6240'ı necə göstərə bilərəm ki, rahat 12'ye bölünsün. 6000'dən 240'ın cəmi şəklində düzdür. Bölünsün 12'ye. İndi mən 6000'i bir dəfə 12'ye böləcəm. Böl 12 üstə gəl 240
böl 12 bərabər 6012 bölündə elədir 500. Üstə gəl 240 12 bölündə elədir 20. Bu da eləyəcək 520. Sonra 1095 vur 11. Gəlin bunu eləyək. 1095 vur 11 bərabər 1095 vurulsun 11'i də 10 üstə gəl 1 şəklində göstərirəm. 1095'i bir dəfə 10'a vuracaq, eləyəcək 10950 üstə gəl 1095'i də 1'ə vuracaq 1095. Gəlin bunları alt-alta toplayaq. 1095 5 4 1 yatdı 9 1 yatdı 10 0 yazırıq 1 yatdı 1 1 də yatdı 2 eləcə 12045 toplayanda elədi 12045. Sonra 44362 böl 41'ə. Gördüm düz yazdım. Aha. Mən burada necə göstərəcəm 44362-ni? İstəyirəm ki 41'ə rahat bölünməsi üçün 41000 üstə gəl 3362 şəklində göstərirəm və hər birini 41'ə bölərək toplamalıyım. 41000-i 41'ə bölürəm birinci. Üzərinə gələcəm 3362 böl 41. Bərabər 41000-i 41'ə bölürəm eləyir 1000. Üstə gəl 3362 böl 41. Bunu böyle hesablayaq. Necə bölər? 336'ın içində 41 8 dəfə götürsək. 8 vur 1 eləcək 8. 8 vur 4 32. Çıxır 16'dan 8 çıxırıq 8. 12'den 2 çıxır 0. 6 8 qalır 82. 82'ni də 41'ə bölündə 2 dəfə. Aha bu bölmə də elədi 82. İndi 1000'in üzərinə də 82 gələndə eləcək 1082. Bunun cavabı elədi 1082. Sonra 627 vur 86. 627 vur 86 bərabərdir. Uşaqlar ilə 627'ni saxlayıram. 86'nı 80 üstə gəl 6 şəklində göstərirəm. Bərabərdir. 627'ni indi 80'ə vuraq. 0 0 0 8 dəfəm 7 56 6 yazır 5 yatdı 8 vur 2 16 5 yatdı 21 1 yazır 2 yatdı 8 vur 6 48 2 50. Eləcə 50.160 düzdür. Birinci vurmam elədi 50.160 bərabərdir. Bunu buna vurduq 50.160 üstə gəl. İndi 627'ni 6'ya vuracaq. 6'dan 7 42 2 yazırıq 4 yatdı. 12 4 16 6 yazırıq 1 yatdı 36 1 37 3762 3762 düzdür. İndi bunu toplayaq. Bu eləyəcək. Yəni 3762 gələk. 0 üstə gəl 2 2 6 üstə gəl 6 12 2 yazırıq 1 yatdı 1 üstə gəl 7 8 1 yatdı 9 3 5 eləcə 53922 bunun cavabı. Sonra nə var yerdə qalan 11124 böl 108 11124 böyle 108'e necə bölərik? Ben burada 11124'ü parçalayıram. Böyle parçalayaram ki 10800 şeklinde. Niye? Çünkü 108'e rahat bölünür. Üstə gəl. İndi bundan çıxırıq 10800 görə yerdə nə qalır? Ki cəmi şəklində göstərə bilək. 4 qalır, 2 qalır, 3 qalır. 324. Aha. Bu cəmi indi böləcəm
Yəni hər birini ayrı-ayrı böləcəm 108-ə. 11.124 bölü 108 cəmini göstərdim bu şəkildə. 10.800-108-ə böləndə eləcək 100, üstəgəl 324 108-ə bölüncəm eləcək 103. Düzdür? Bunu cəmi bizə verəcək 103. Yəni cavab 103 eləyəcək. Sonra 2542 vur 203. 2542 vur 203 bərabərdir. Necə vuracam birinci? Deməli 2000 bunu yox. 203 parçalayaq. 200 üstəgəl 3 şəklində. Düzdür? Belə də ola bilər. Əslində 100 üstəgəl 3 amma uzun dərə olur. Belə yaxşı deyil. 2542-ni vuracaq 200-ə. Neçə eləyər uşaqlar? 2 dənə 0 yazıram. 100-ə vurdum. Düzdür? Ya da istəyirsiniz alt-alta yazın. Bir dənə mən bunu silim. Vuracağım 200'ə. Sıfırları düzürəm. Çünki sıfıra vuranda cavab 0 eləyəcək hər zaman. Yenə 0 vurma var. Yenə düzürəm 4'dən. İndi 2'yə vuruq. 2 vur 2, 4. 2 vur 4, 8. 2 vur 5, 10. 0 yazırıq, 1 yatdı. 2 vur 2, 4. Bir də yatdı 5. 0, 0, 4, 8, 0, 5. Eləcək 508.400. Mən 200'ə vurdum 508.400 düz daha. Bunu silim elə. Üstəgəl 2542 indi 3'ə vuraq. 2 vur 3 6, 3 vur 4 12, 2 yazır 1 yatda, 15 1 yatda, 16 1 yatda, 6 1 7. 7626. 7000 üstəgəl 7626. Şimdi bu cəm çünki toplama vardı ona görə. Bu toplama əməlini tapaq. Cavabda son cavabımız olacaq. 6 2 11 yatda 15 1 16 1 yatda 1 eləcək 516.026. Deməli bunun cavabı 516.026 eləyəcək. Sonra sonuncu misalımız 395.220 bölü 84. Şimdi burada neyini? Ben burada nete parçalayayım. Bu 395.000 ki belə deyim də, yəni 84'ü rahat bölmək olsun. 84'ü 5'ə vuranda eləcək. 5'ə vuranda eləcək 0,2 420. Mən bunu 420.000 şəklində göstərsəm, sonra çıxması da var. Belə də eləmək olar. Və yaxud da ki 84'ü 4'ə vuraraq 4'ə vursaq neçə eləyir? 4 vur 4 16 6 yazır 1 yatda 32 30 336.000'dən görək hansı adını cəmi eləyib. Belə göstərək. 336.000 üstəgəl görək çıxanda nə qalacaq? 0 2 2 15'dən 6 çıxırıq 9 sonra 8'dən 3 çıxırıq 5. Aha 59.220 eləyir. Və bu iki ədədin cəmi bizə verəcək 395.000 belə deyim 220 və həmin cəmi biz bölməliyik 84'ə. Bərabərdir. 336.000-i 84'ə böləndə eləyəcək 4. Yəni burada 3 dənə sıfır. Bu 4000 üstəgəl 59.220-ni indi 84'ə bölək. Sonra 592'ni də 84 hardasa
6-7 dəfəm olsa, görək düz olur. 7 dəfəm 4, 24. 4 yazırıq 2 yadda. Yox, 7 dəfəm 4, 28 eləyir. 8 yazırıq 2 yadda. 56, 2, 58. Aha. 12-dən 8 çıxır 4, 8-dən 8 çıxır 0, 42, 420, 42 bölünmədir. Deməli, 42 bölünmədən bir 0 atdı, sonra həmin 0 indirdi, 420. 420-ni də 84-ə böləndə eləcək 5 dəfə. Cavab eləcək 705. Yəni, bunu buna böləndə 705. 4000-in üzərinə 705 kimi 4705 eləyəcək. Sonra, aha, bu misal bitdiyini gəlin 12-ciyə baxaq. Deyir, nümunəyə hasili təxmin edin. Hə, təxmini vurmadır. Vuruqlar hesablamaq üçün əlverişli olan və onlara yaxın ədədləri əvəz edilir. Aha, gəlin. 11 vur 98. Uşaqlar 11 10-a yaxındır. Vurulsun 98-də 100-ə daha. Yəni, ən yaxın hansıdırsa onu vurur. 11 vur 100 eləyəcək 10.000. Sonra buna baxaq. 788 vur 103. 788 790-a yaxındır. 790-a yaxındır. 103 də 100-ə yaxındır. Vur 100. Bu da bərabərdir 79.000. Hasili təxmini, görürsünüz təxmini 79.000. Sonra 1009 vur 103. 1009 təxminən 1010-a yaxındır. 1010. 103 də 100-ə yaxındır. 1010-u 100-ə vuraq eləyəcək 101.000. Yəni cavab təxminən 101.000-ə yaxın olmalıdır. Sonra 551 vur 449. 551 belə deyim 550-yə yaxındır. 600 də əslində ola bilər. Amma 600 çox uzaq oldu. Elə 550 götürürəm. $550 vursun 450'ye. Aha. Ne bunu vurmak var. Gəlin bunu vuraq. 550 vur 450. Bu 0'ı vuranda elə 3 dənə 0 yazacaq. Sonra 5'i 0'a vuruq 0. 5'i 5'e vuruq 25. 2 yadda 25 2 27. 4'ü 0'a vuruq 0. 4'ü 5'e vuruq 20 0 yazar. 2 yadda 20 bu da 2. 0 0 5 7 9 2. Eləcə 29 20. Yox 24.000 7 5 2 tane 0. Yəni 247.500. Yaxşı. Bunun cavabı beləcə. Bunu mən silirəm. 247.500. İndi buna baxaq. 24.976 vur 123. 24.976 ilə ən yaxın 25.000-ədir. 123 də ən yaxın 120. 120'ye vuracaq. İndi 25.000'i 120'ye vuraq. Gəlin mən 25'i 12'ye vurum. 2 vur 5 10 0 yazır bir yadda. 4 1 5. Sonra 1 vur 5 5 vur 2. Gece 300. 25'i 12'ye vurduk 300. Sonra bu sıfırları düzün. İçine sıfır var. 4 tane sıfır. 4 tane sıfır da arkasına düzülür. Düz yazdım. Cevap neçə elədi? 3 milyon. Bunun cevabı elədi 3 milyona daha yaxın. Burada hə. Amma bunun cevabını yazanda məsələn hər birində burada təxmin işarəsi qoyun. Yaxşı. Hər birində aiddir bu. Şimdi buna baxaq. 329.897 bu 330.000'e daha yaxındır. 330.000'e yaxın. Düz yazdım. Aha. 63.127 bu da 63.000'e yaxındır. İndi mən nə edirəm? Sıfırları saxlayıram. Sadəcə 33 63'e vururam. 3 vur 3 9 3 vur 3 9 6 vur 3 18 8 yazırıq bir yadda. 18 1 19 9 17 bir yadda 10 bir yadda 2097. İndi mən burada yuvaqlaşdırmanı bilirsiniz necə elədim. Baxın bunu köçürürəm. Bura və balacalaşdırıram. Sonra bunu da
Nə köç? Hə, 63 vurulsun 63.000. Bu da bərabərdir. Deməli 33-ü 63-ə vurdum. 2097 elədi, düzdür? 2097 və sıfırlar düzəlmir. Burada 4 dənə 0, burada 3 dənə 0. 7 dənə 0 olmalıdır. 4, 5, 6, 7. Gəlin görə cavab burada. Cavab neçə eləyəcək? Aha. Görürsünüz, minlik mərtəbəsi, 100 minlik, milyard, milyon, milyard mərtəbəsi. Yəni 20 milyard 970 milyon. Cavab oldu 20 milyard 970 milyon. Yaxşı uşaqlar, bu tapşırıq bitdi. Keçək növbəti tapşırığa. 13 qisməti. Aha, indi bunun bölməsidir. Bölməsini təxmin edin. Yenə təxmini böləcəyik. 504 təxminən 500-ə yaxındır. 24 də elə deyim 25-ə yaxındır. 500-ü 25-ə böləndə eləyəcək. 50-ni 25-ə böləndə 2. Burada 20. Yəni 525 təxminən 20 eləyəcək. 684 bölü 19. 684 təxminən belə deyim. 684 təxminən 700-ə yaxındır. 700 bölünsün 19-da 20-yə yaxındır. 700-ü 20-yə böləndə eləcək 35. Bu 752 böl 47. 752. İndi mən bunu 750 şəklində yazıram. Bölürəm 47 də 50-yə yaxındır. Gəlin görən neçə düşür. Bir dəfə çıx 50 qalır 25. Sonra 0 250 50 15 dəfə. Mən təxminən 15-ə yaxındır qisməti. Sonra 624 bölü 39. 624 mən götürürəm neçə? 39 40-a yaxındır. 624-ü götürürəm. 620 görə 620 40-a bölünür. Bir dəfəm çıx 40 qaldı 22 40. Hə. Bölünür 5 dəfəm. Yox 220-dir bu. 220 40-a bölünür. Onda nə götürək? 624 640 götürək elə. 640-a yaxındır. Yoxdur 600-ün özü də ola bilər. 600. Ən yaxşısı 600 də 40-a böləndə eləyəcək. Bunu bölək uşaqlar. Bir dəfəm çıx 40 qaldı 20 200 240 15. Aha 15 eləyəcək. Yəni təxminən 15 eləyir. Sonra 1218 bölü 58. 58-i mən götürürəm 60. 1218-də 1200-ə daha yaxındır. 1260-a böləndə eləyəcək. Sıfırları ixtisar eləyir. 126 böləndə eləyəcək 20. Yəni təxminən 20 olacaq. Sonra 31072 bölü 16. 16-nı mən 20-yə yaxın götürürəm. 31072-də neçəyə bölü yaxındır? 31.000-ə yaxın 31.000 götürə bilərəm. Görə 31.000 20-yə bölünürmü? Bir dəfəm çıx 20 qaldı 11. 0 110 110 içində 25 dəfəm çıx 100 yenə qaldı 10. Bu sıfırı endirmişdim zaten düzdür. İndi bunu düşürəm 100 100-ün içində 25 dəfəm. Sonra bu sıfırda 20 1550 eləyir. Aha, buradan da indi mən 31.000 götürsəm 31.000-i ona 20-yə bölərək alacağım 1550. Burada təxminən yaxşı cavab, buradakı cavabı 1550-ni yazın. Hamısını həmçinin aiddir. Təxmini işarəsini qoyun. Sonra təqribi hesablamaq cavabın inandırıcı olub olmadığını yoxlayın. Cavabınızı əsaslandırın. Necə əsaslandırın? 103-ü vurub 49-a. 103-ü 100-ə vurub. 103-ü yığışdırıb 100-ə. 49-da. Burada biz veribdi cavabları. Biz onu təxmini etməklə, yəni cavabın inandırıcı olub olmadığını. İndi 100-ü vurub 49-a. Bu da eləyib 4900. Burada bizim hesablamamızda 4009, amma kitabın verdiği 3020. Görürsün arasında nə qədər fərq çoxdur arasında. Fərq çoxdursa deməli bunun cavabı səhv götürülüb, səhv verilib bizdə kitabda yaxşı.
Fərq çox, aha görürsünüz, fərq çox olduğuna görə cavab inandırıcı deyil. Bəli. İndi gəlin bunu yoxlayaq. 897-ni mən 900-ə yaxın götürürəm. 900 vurulsun 32-ni də 30-a yaxın götürürəm. 930-a buranın eləcə 27. 27.000. Görürsünüz nə qədər fərq var? 7.000 fərq var. Deməli bu cavab inandırıcı deyil. X qoyuram, yəni inandırıcı deyil yazın. 496. 496 500'e yaxındır. Vurulsun 21'de 20'ye yaxın. 500'ü 20'ye vuranda eləcə 10.000. 10.000. Burada fərq azdır. Yəni bunu götürmək olar inandırıcı şəkildə. Sonra buna baxaq. 1442 bölü 32. Bunu necə götürə bilərik? Tutaq ki 1440'ı mən götürürəm 1500 şəklində. 1500 bölürəm 32'ni 30. 1530'a bölündə eləyəcək 50. Onlar inandırıcıdır bu, çünki arasında fərq azdır, inandırıcıdır. Sonra buna baxaq. 50.096 bölü 248. Bunu mən götürürəm elə 50.000. Bölünsün 248'de 250 şeklinde götürdüm. 500'ü 250'ye böləndə eləcək 2. Burada da 2 tane 0. 200. Burada mı 22 veribdi? Deməli bu inandırıcı değil. Uşaqlar, çünki 200 hara 22 hara. Bu inandırıcı değil. Ama bu inandırıcıdır. Bura nə qoyum? Belə qoyuram. Yəni quş inandırıcıdır. Bu da hardasa bilmədim, yəni arasında fərq çoxdur əslində. 10.000 hara, 8.000 hara. Yəni arasında fərq çoxdur. Bu inandırıcı deyil. Sonra 15'e baxaq. Boş xanalara uyğun ədədləri tapın. Gəlin tapaq. İndi biz bölək tapaq da. Bax bunu tapmaq üçün 15.288'i bölək 273'e. Gəlin bölək. 152'nin içində 273 yerləşmə. Ona görə mən 15.288'i böləcəm 273'e. Təxminən neçə dəfə götürə bilərik? 7 dəfə götürsək görə alınmır. 7 vur 21, 1 yazırıq 2 yadda. 49, 2, 51, 1 yazırıq 5 yadda. 14, 5 yox. Çox böyük oldu 7. 6 götürək. 6 da 3, 18, 8 yazırıq 1 yadda. 6 da 7, 42, 1 yadda. 43. 3 yazırıq 4 yadda. 6 vur 2, 12, 4. 6 da böyükdür. 16.000'e gəl çıx. 5 götürürük. 5 vuruc 15, 5 yazır 1 yadda. 35, 1, 36, 3 yadda. 10, 13. Çıxaq 3, 12, 16, 4'dən də 3 çıxırıq. 1, 163. 8'e indiririk. Bu da neçə düşər? 6 dəfə. 6 vuruc 18, 1 yadda. 42, 1, 43, 4 yadda. 12, 4, 16. Aha, cavab elədi 56. Buraya yazıram 56. Hesablamanı bildiniz də bölərək tapdıq. Sonra 2856 bölü 6. Yenə xananı tapmaq üçün 2856'nı 6'ya bölməliyəm. 6, 4 dəfə çıx 24 qalır 4, 5 indirik 45'in içində 6, 7 dəfə 42 eləyir, çıx 42 qalır 3, 6'nı indirik 36'nın 6 bölündə 6. Eləcə 476. Sonra buna tapaq. Yenə bu xananı tapmaq üçün mən hasili vuruğa bölməliyəm. Yəni 66.708'i bölməliyəm 654'e. İndi bunun içində 654 bir dəfə yerləşir. Çıx 654 qalır. 7'dən 4 çıxırıq 3, 6'dan 5 çıxırıq 1, 0 indirir. 130 bölməkdən görə 0 yazıram. Sonra 8 indirim. 1308 da 2 dəfə yerləşir. 2 vur 4, 8, 2 vur 5, 10, 0 yazır. Bir yadda 2 vur 6, 12, 1, 13. Cavab edəcək 102. Sonra buna baxaq. İndi 1857'ni 4'e bölüb cavab da var, qalıq da var. Gəlin baxaq. 4 dəfəm çıx 16 qalır 2.
5 indi 25-i 4-ə bölür 6 dəfəm düşür çıx 24 qalır 1. 7-ni endirik 17-nin içində 4 dəfəm düşür çıx 16 qalıq 1 görsün 1 qaldı qalıq 1 olacaq. Cavabı 464. Buna baxaq. 96-nı bilmirik neçəyə vurub alıb 270. İndi bunun neyini 16 vurulsun 270 yazılıb. İndi uşaqlar burada belə deyim. 16-nı 270'e vuraq. Sonra bölərik 96'ya ki bu cavabı alaq. 270'i vuraq 16'ya. 0 sonra 6 vur 7 42 2 yazırıq 4 yadda. 12 4 16 1 vur 0 0 1 vur 7 7 1 vur 2 2 0 2 13 1 yadda 3 1 4 4320. Deməli bunun cəmi ilə də 4320. Mən 4320-ni 96'ya bölməliyəm ki cavabı alım. Gəlin böyle 432'nin içində 96 4 dəfəm 5 dəfəm çox olar 4 dəfəm götürsəm 4 vur 6 24 4 yazıram 2 yadda 36 2 38 12'dən 4 çıxırıq 8 12'dən 8 çıxırıq 4 buradan da vermiş 48 qaldı 480 480 içində 96 5 dəfəm götürsək 5 vur 6 30 0 yazır 3 yadda 45 3 48 bəli cavab 45 eləyəcək burada. Soram indi buna baxaq bunları silim. Bunu necə tapacağıq uşaqlar? Burada qalıqlı bölmədə bölünəni tapmaq üçün nə edirdik? Biz belə deyim, verilən cavabı, yəni qisməti 40-ı vururuq bölənə, yəni 5-ə, üzərinə gələcək qalıq 3-ü. 40 vur 5 eləcək 200, üzərinə 3 gəldi 203. Yəni o xananın içərisində 203 olmalıdır ki, 203'ü 5'ə böləndə alaq 40, qalıqda 3 qalsın. İndi uşaqlarım bunu mən burada yazıram. Bu xananı tapmaq üçün mən neyinəcəm? 102'ni 78'ə vuracağım. 2 dəfəm 8 16 6 yazıram 1 yadda 8 vur 0 8 bir də yadda 1 8 vur 1 8 7 vur 2 14 4 yazır 1 yadda 7 vur 0 0 bir də yadda eləyəcək 1 sonra 7 vur 1 7 6 5 9 7 bir dənə bunu vurum çünki arada elə biləm nəysə 8 vur 2 16 6 yazır 1 yadda 8 vur 0 0 bir də yadda 1 8 vur 1 8 7 vur 2 14 4 yazıram 1 yadda 7 vur 0 0 bir də yadda 1 7 vur 1 7 düz yazmış 7956 xananın içərisində 7956 olacaq. Sonra nədir? Burada indi bölmədir, özdə qalıqlı bölmə. Gəlin baxaq. 27854 böl 13. 27'nin içində 13 2 dəfəm çıx 26 qalır 1 18 18 13'ə böləndə bir dəfəm çıx 13 qalır 5 5 55 55 13'ə böləndə düşəcək 3 4 dəfəm yəni 52 düzdür böləcək 52 qalır 3 34 endirik 34 34'ün içində 13 yenə 2 dəfəm düşür 2'nin 13'ə vur 26 deməli 14'dən 6 çıxır 8. Deməli cavab edəcək 2142. Qalıq 8. Qalıq 8 qaldı uşaqlar. İndi bunu mən balacalaşdırım. Sonra burada nə deyir? Bunu da balacalaşdırım. Görək bizdən nə istəyir. Məsələ həlli 16 düzbucaqlı formasında olan parkın eni 235, uzunluq 479 metrdir. Parkın sahəsi 80 min kvadrat metrdən böyük, 150 min kvadrat metrdən kiçikdir.
Parkın sahəsi 11.565 kvadrat metrdir. Elxan bu nəticəyə necə gələ bilər? Bu Elxandır. Aynurun cavabı inandırıcıdırmı? Aynur. Gəlin belə eləyək. Mən bunu birinci düsturu tətbiq edirəm. Düsturumuz nədir? 235 479. S bərabərdir A vur B-dir, düzdür? Burada A 235'dir. B 479'dur. Bunu deyir, bir dəqiq deyir, bir deyir böyükdür, kiçikdir. İnandırıcı. İndi mən bunu təqribi yoxlamaqla tapım. 235 təxminən 240'a daha yaxındır. Olsun 479 da təxminən 479 500'e yaxındır. Bu da təxminən 224 5'e vuranda eləyəcək 120 və 3 dənə 0. Təxminən 120 eləyəcək. Təxminən ha. 120.000 kvadrat metr. Deməli, bu Elxanın cavabına daha yaxındır. Niyə bu fikrə gəlib çıxır? Çünki o təxmini hesablayıb, bu fikrə gəlib deyir, Elxan bu nəticəyə necə gələ bilər? Təxmini vurmaqla yaxşı, təxmini hesablamaqla. Aynurun cavabı inandırıcıdır. Xeyr, inandırıcı deyil. Çünki biz 120.000 kvadrat metr aldıq. Burada isə 11.000 kvadrat metr. Bu inandırıcı deyil. Cavabımızı əsaslandırır. Biz birinci təxmini hesablamanı əsaslandırdıq. Sonra istəsəz dəqiq hesablamanı eləyək. Mən indi bunu kiçildirəm ki, mənə yer qalsın. Gəlin dəqiq hesabla. 235'i vuraq 479'a. 9 vur 5 45 5 yazılır 4 yatdı. 9 vur 3 27. 4 yatda eləyəcək 27. 4 yatda 31. 1 yazır 3 yatda. 9 vur 2 18 3 18 3 21. Sonra 5 4 7 vur 5 35. 5 yazır 3 yatda. 7 vur 3 21. 3 də yatda 24. 4 yazır 2 yatda. 7 vur 2 14. 2 də yatda 16. 4 vur 5 20 0 yazır 2 yatda. 4 vur 2 12 2 yatda 14. 1 yatda 2 vur 4 1 8 9. 5 6 5 12 1 yatda 10 1 yatda 11. Aha 112.556. Görürsünüz, dəqiq cavab budur. Deməli 112.560. Görürsünüz 112.565 ilə 120.000 arasında fərq azdır. Amma bu qızın dediyi Aynurun dedisi çox kiçik 11.000. 11.000 hara 112.000 hara. Cavabımızı necə əsaslandırdıq? Uşaqlar yuvarlaşdıraraq, yəni 235'i yuvarlaşdırıb 479 yuvarlaşdırıb vurduq. Cavab hardasa biz tapdıq. 120.000 ilə 80.000 ilə 150.000 arasındadır. Bəli, yəni 80.000-dən böyük, 150.000-dən kiçikdir. Bu doğrudur. Aynurun cavabı inandırıcıdırmı? Xeyr. Çünki bu ölçü 111.000 80.000-dən də kiçikdir. Ona görə Aynurun cavabı yəni inandırıcı deyil. 17'ye baxaq. Yer Günəş ətrafında 108.000 km/saat sürətlə dövr edir. Yer il ərzində Günəş ətrafında təxminən neçə kilometr məsafə qət edər? Aha, gəlin hesablayaq indi bunu. Gəlin bunu hesablayaq. Yer Günəş ətrafında 108.000 km/saat sürətlə dövr edir. Bunu silək. Düzdür, deməli bu sürətimizdir, dövr edir 108.000 km/saat. Sonra yer il ərzində Günəş əti təxminən neçə kilometr məsafə qət edər? Aha, bizə məsafəni istəyir. Məsafəni tapanda nə edirdi uşaqlar? Məsafəni tapanda biraz da burada fizika lazımdır. Məsafəni tapanda biz
sürəti, yəni sürət yazıram V vurulsun zamana vuracaq T-yə. Sonra burada sürəti veribdir kitabda 108.000 vurulsun T nədir? Zaman. Zaman nədir? İl ərzində. İl ərzində düzdür. Bir ilimiz neçə gündür? Bizdə burada saatdan veribdir. Biz də bu bir ili saata çevirməliyik. Bir ilimiz 365 gündür, düzdür. 365'ti mən vurmalıyım 24'ə ki saata çevrilsin. İl ərzində təxminən neçə kilometr məsafə qət edər? Bizə təxminən istəyir. Aha, heç vurmağa ehtiyac yoxdur. Sadəcə belə tapacağıq. Bir ili bildizə 365 vur 24 saata bərabərdir bir il. İndi mən burada həmin məsafəni necə tapacağım uşaqlar? 108.000'i vuracağım 365'ə. Sonra vuracağım 24'ə. Mən bunu təxminən 108.000 olduğu kimi saxlayıram. 365'i götürürəm 400'ə daha yaxındır. 400 vurulsun. 24 də 20'ye daha yaxındır. 20 də ola bilər, 25 də ola bilər. Mən 20 götürürəm 20'yə. Bunu təqribi biz cavabını tapırıq yenə də. 108.000'i vururam mən neçəyə? 420'ye vuranda eləcək 8.000'ə. 108'i vuracağım 8.000'ə. Bu da təxminən 108'i 8'e vuracaq. Elə 864 və sonunda neçə sıfırdır? 3 buradan 6 dənə sıfır. Aha. Kilometr. Deməli ədədə oxuyaq 864 milyon kilometr təxminən kilometr məsafə qət edər. Yəni 864 milyon kilometr. Bu da təxmini cavabımız. Uşaqlar, bugünlük bu qədər. Nə sualınız olsa yorumlarda qeyd edin. Mən həmən cavablandıracağım. Videonu bəyənib kanala abunə olmağı unutmayın ki, növbəti videolardan xəbərdar olasınız. Oldu uşaqlar, hələlik.